Çin, Yaponiya və Fransa dünya valyutası kimi dollar əvəzləyəcək yeni ödəniş vasitəsinin axtarışındadır. Artıq bununla bağlı həmin ölkələrin gizli danışıqlara başladığı bildirilir. Maliyyə böhranı ilə əlaqədar neft ixrac edən 5 ölkə – Bəhreyn, Küveyt, Saudiya Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliyi xarici ticarət əməliyyatlarında dollardan imtina edib. Bunun ardınca isə daha 2 ölkə – Braziliya və Argentinada da analoji addım atdı. Bu ölkələr qarşılıqlı ticarət əməliyyatlarında yalnız öz dövlətlərinin valyutalarına istifadə edirlər. Azərbaycanlı bank mütəxəssisləri isə bunun tam əksini düşünürlər. Onların fikrincə, dollar ən azı 15 il öz qüdrətini itirməyəcək. Yeni bir valyuta növünün çıxarılması və onun bazarda bir dominantlıq eləməsi barədə fikir mənə elə gəlir ki, hələ ki mümkün deyil. Yeni bir valyuta növü və yaxud cari valyuta növünün olması olsa da belə bu çox uzun müddətli bir prosesdir. Yəni ki, olsa da belə Çin kimi ölkə, Çin bilirsiniz ki, dünyanın təxminən bir ümumi daxili məhsulunun bir 6-7% təşkil edir və kifayət qədər hegemon dövlətlərindən biridir. Yalnız bunun reallaşması kifayət qədər uzun bir müddət vaxt tələb edəcək və bu da ki, reallığın biraz uzaqdır. Mütəxəssislərin sözlərinə görə dollardan imtina edilməsi neft ixrac edən bir ölkə kimi Azərbaycana mənfi təsir etməyəcək. Çünki neft fondunun ehtiyatları düzgün diversifikasiya olunub. Neft fondunun ehtiyatları düzgün diversifikasiya olunub. Hal-hazırda təxminən bir 50% ABŞ dollarına saxlanılır. 42-43% təxminən avroya saxlanılır. Yəni ki, diversifikasiya kifayət qədər mövcuddur. Yəni ki, var. Və bunun nə qədər bazara təsir göstərəcəyi artıq Azərbaycan bazarında da ki, öz əksini. Amma mən yenə deyirəm, dünya bazarında bu böyük bir effekt olmayacaq və Azərbaycan üçün də bu heç bir təsir olmayacaq. Avropa İttifaqı ölkələri də dolların zəifləməsi siyasətinə qarşı çıxıb. Çünki dolların zəifləməsi nəticəsində yaradılacaq yeni vahid valyuta avronu da sıradan çıxara bilər. Teymur Mərdanoğlu, Musa Qulam Mirzəyev, Lider TV.